Salam əziz müəllimlər, mən Fərəcova Ayşən. Bu günləri tarix fənni üzrə kurikulum suallarını sizlərə təqdim edəcəm. Bilirsiniz ki, 24-ü tarix fənni üzrə sertifikasiya imtahanıdır və sonra isə MİQ imtahanında tarix üzrə sizə lazım olacaq suallar olacaq. Mütləq şəkildə kanala abunə olmağı, bəyənməyi və sualları birinci özünüz oxuyub və mənim izahımı dinləyərək doğru yanlış olduğuna baxa bilərsiniz. Sonda 5 sualda neçə düzünüz olduğunu mütləq şəkildə qeyd edin və digər ixtisas müəllimləri də bu sualı işləyə bilər, çünki suallar ümumi şəkildə kurikulumdandır, sadəcə ixtisaslar üzrə məhz sizin fənninizə, yəni tarix fənninə uyğun şəkildə tərtib olunub. Növbəti ildən artıq Fərəcov Akademi onlayn kursunda bütün fənlər üzrə dərslərimiz olacaq. Tək kurikulum yox, məhz ixtisasdan da bizimlə hazırlaşa biləcəksiniz. Hal-hazırda güclü komanda seçimi edirik və hal-hazırda vakansiya elan etmişik. Kim əgər MİQ və sertifikasiya üzrə hazırlaşırsa, bizim kursla əməkdaşlıq etmək istəyirsə, yalnız bizim kursla əməkdaşlıq edərək işləmək istəyirsə, buyurub nömrədən əlaqə saxlaya bilər. Gəlin suallarımıza baxaq, hörmətli müəllimlər. Suallarımız düşündürücü, fərqli testlərdir. Instagram səhifəmizdə də digər fənlər üzrə testlər paylaşırıq. Mütləq şəkildə orada bizi izləyin. Demək, tarix müəllimi şagirdlərə 1-ci Dünya müharibəsinin nəticələrini araşdırmağı, müxtəlif ölkələrin mövqeylərini müqayisə etməyi, müharibənin qarşısını almaq mümkün idimi mövzusunda əsaslandırılmış fikir bildirməyi tapşırır. Aha. Baxın, tarix müəllimi şagirdlərə deyir ki, 1-ci Dünya müharibəsi nəticələrini araşdırın. Araşdırdıqdan sonra müxtəlif ölkələrin mövqeylərini müqayisə edin və müharibənin qarşısını almaq mümkün idimi mövzusunda əsaslandırılmış fikir bildirməyi tapşırır. Aha, biz bu fikri nəyə əsasən bildirəcəyik? Yəni, həmən mövzunu araşdıracağım, dərindən araşdırıb mövqeyləri müqayisə edəcəm. Müqayisə etdikdən sonra mən bir nəticə çıxardacağam. Mövzu əsasında əsaslandırılmış fikir bildirəcəm. Və müharibənin qarşısını almaq mümkün idimi cavabını verirəmsə, mən artıq onu analiz edəndən sonra analiz edib mövzunun əsaslandırılmış şəkildə fikir bildirəcəmsə, mən artıq faktdan çıxacağam. Çünki zaten burada əgər fakt olsaydı, mənə sual verməzdilər. Deyərdilər ki, nə üçün səbəb nə idi ki, qarşısını ala bilmədilər. Məndən fakt istəyərdilər. Onlar məndən soruşurlar ki, mövzunun araşdırdıqdan sonra əsaslandırılmış fikir bildirin ki, müharibənin qarşısını almaq mümkün idimi? Yəni, mənim fikrimi istəyirlər. Burada mən faktla fikir söyləməyəcəm. Mən artıq burada şəxsi münasibətimi söyləyəcəm. Bəli, təhlili keçibdir, artıq gəlib dəyər mərhələsinə. Çünki sizdən əgər sorursaydı ki, müharibədə uduzmağın səbəbi nə idi? Mövzusunda əsaslandırılmış fikir söyləyin, artıq siz oradakı faktı söyləyəcəydiniz. Amma siz burada şəxsi münasibətinizi əsaslandırdığınız üçün mövzusunda artıq siz qarşısını almaq mümkün idimi? Fikrinizi, mülahizələrinizi söyləyəcəksiniz. Ona görə də cavabımız olacaq dəyərləndirmək mərhələsi. Birinci sualın cavabı D bənd olacaq. Çöldəki səslərə fikir verməyin. Müəllim Səfəvilər dövləti mövzusunu keçdikdən sonra şagirdlərə əgər Şah İsmail başda siyasət həyata keçirsəydi, dövlətin inkişafı necə dəyişərdi sualını təqdim edir. Şagirdlərdən hər birindən bu mövzuda fikir bildirməsini istəyir. Yenə də sizin şəxsi fikrinizi. Əgər Şah İsmail başqa siyasət həyata keçirsəydi, sizin şəxsi fikriniz lazımdır ki, görək o başqa bir siyasət həyata keçirsəydi, nə edərdi? Sanki sizi biraz siyasətçi, sizi biraz dövləti idarə edən, sizi biraz təşkilatçılıq bacarığı olan bir insan kimi formalaşdırmağa çalışır ki, görüm siz nə fikir söyləyəcəksiniz. Ona görə cavabımız olacaq dəyərləndirmək mərhələsi. Sizdən hər birindən bu mövzuda fikir bildirməsini istəyir. Siz artıq burada şəxsi fikir söyləyəcəksiniz. Və siz burada şəxsi münasibət bildirirsiniz. Yəni, mövzu ilə bağlı öz fikrinizi bildirirsiniz. Faktlar bildirmirsiniz. Faktlar əsasında mühakimə yürütmürsünüz. Üçüncü sualımıza gəlirik. Müəllim Versal müqaviləsi mövzusunu keçərkən şagirdlərə müxtəlif dövlətlərin mövqeylərini təqdim edir və onlardan müqavilənin ədalətli olub-olmamasını əsaslandırmasını istəyir. Hər kəsə görə ədalət anlayışı bir cürdür.
Məsəl üçün, bu günləri bəzi insanlar deyir ki, ədalətsizlikdir. Biz deyirik ki, yox, ədalətli qərardır. Bəzi insanlar, yəni hər kəs üçün bir qərar olacaq. Yəni bu kimi qərarların ədalətli olub olmaması onun şəxsi münasibətidir. Mən daha çox sualların bəzilərinə dəyər ona görə vermişəm ki, təhlillə dəyəri qatırsınız və ona görə də mən sizə verirəm ki, şəxsi münasibət zamanı bilin ki, biz nə zaman götürəcəyini dəyərləndirmək. Növbəti suallarda inşallah sabahda, birisi gündə suallar paylaşacağım. Orada isə başqa cür verəcəm. Burada dəyərləndirməkdir, çünki onun şəxsi münasibətidir, şəxsi fikridir və şəxsi mülahizəsidir. Ona görə cavab olur dəyərləndirmək mərhələsi. Digər suala keçid edirik müəllimlər. Digər sualımız 4-cü sualdır. 4-cü sualda deyir ki, tarix müəllimi dərsdə müxtəlif tarixi mənbələri təqdim edir. Şagirdlər həmən sənədlərdəki məlumatları müqayisə edir, ziddiyyətləri müəyyənləşdirir, hansı sənədin daha etibarlı olduğunu əsaslandırır. Hörmətli müəllimlər, faktı əsaslandırmaq məntiqi təfəkkür ola bilər. Amma mən burada faktı əsaslandırmıram. Mən burada dedektivlik bacarığı aparıb, hansının daha əsaslandırılmış fikir olduğunu bildirirəmsə, mən burada nə etmiş oluram? Tənqidi təfəkkürümü işə salıram. Çünki mən burada araşdırma aparacağam, dedektivliyi aparacağam, təhlil edəcəm, analiz edəcəm, hansının daha belə deyək də etibarlı olduğunu üzə çıxardacağam. Ona görə də tənqidi təfəkkür olacaq. Sonra digər sualımıza gəlirik müəllimlər. Bircə dəqiqə. Digər sualımıza baxırıq. Müəllim Fransa inqilabı mövzusunu tədris etdikdən sonra demək şagirdlərdən inqilabın müsbət və mənfi tərəflərini müəyyənləşdirməyi, sonra isə hansı nəticələrin daha əhəmiyyətli olduğunu əsaslandırmaq istəyir. Baxın, burada da idraki sahə lazımdır bizə. Bizə artıq burada fakt lazımdır. Hansı daha əhəmiyyətlidir, üzə çıxardırıq. Müqayisə edəcəyin, müsbət və mənfi tərəfləri bildirəcəyin və ondan sonra onu təhlil edib üzə çıxardacağın. Yəni, təhlil etmə bacarığını formalaşdırırıq. Baxın, əsaslandırma iki yerdədir. Biri var təhlil, biri var dəyər mərhələsi. Şəxsi münasibət dəyər, faktla olanda təhlil. Nə isə önə çıxardıramsa təhlil və onu əsaslandırıramsa faktla bu olacaq nə? Təhlil etmə mərhələsi. 5 sual təqdim etdim. Orada sizin üçün məhz təhlil də var idi, dəyərləndirmək də var idi və təfəkkür də var idi. Yenə də suallar paylaşacağam. Mütləq şəkildə bizim kanalı izləyin. Neçə səhv, neçə düz çıxdı, rəy bölməsində yazın və 20 gün ərzində MİQ imtahanı hazır getmək istəyirsinizsə bu nömrələ əlaqə saxlaya bilərsiniz. Sertifikasiya müəllimləri üçün hal-hazırda bizim müsahibə dərslərimizə 40% endirim edilib, indidən qoşulub iyulda başlayırsınız, iyulda ödəniş edirsiniz və növbəti il üçün həm ixtisasdan, həm də kurikulumdan bizimlə hazırlaşa bilərsiniz. Bu ilki müəllimlərimiz 9-10 kurikulum topladılar. Amma 59 toplayanımız da var idi, 58'imiz də var idi, 57'miz də var. Çox sayda nəticələrimiz var. 20-dən artıq bizim 50 plus nəticələrimiz var. Amma bizim növbəti il məqsədimiz yenilənmiş sertifikasiya mərhələsindəki bilirsiniz ki, proqram başqa cür olacaq, səhv düzə apara bilər, vaxt uzadıla bilər, kurikulum sualları çoxala bilər, bir dəfə şans ola bilər. Ona görə biz daha professional həm MİQ, həm sertifikasiya üzrə müəllim komandası yığırıq ki, həm ixtisas, həm də kurikulumla bizimlə hazırlaşıb yüksək nəticə əldə edə bilərsiniz. Növbəti il qruplarımız üçün qiymət Gülşən müəllimənin qrupu 20 manat, mənim qrupum 30 manatdır. Çox münasib qiymətli, hər ay eyni qalacaq. Artıq dərslər keçsək belə qiymət dəyişməyəcək. Özünüzə yaxşı baxın. İnşallah növbəti izahlarda görüşənədək.